Laboratoriyamızda böyrək və öd daşlarının biokimyəvi və mineral tərkibi FDIR daş cihazı vasitəsilə təyin edilir. Bu analiz etməkdə məqsəd onun tərkibinin təyini, əmələ gəlmə səbəblərinin araşdırılması, eyni zamanda təkrar əmələ gəlməsinin qarşısını almaq üçün müalicə və profilaktik tədbirlərin görülməsi, bundan başqa pəhriz və həyat tərzinin dəyişikliklərini təklif etməkdir. Laboratoriyamızda aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, əsas böyrək daşlarının tərkibi oksalat kalsium, fosfat, sitrovit daşları, böyrək daşlarından başqa öd daşları da təyin edilmişdir. Belə ki, öd daşlarının əsas tərkibi xolesterol, bilirubin, öd turşuları və digər dərman qalıqları olmuşdur. Bunun əmələ gəlmə səbəblərini araşdırarkən müəyyən olunmuşdur ki, əsas böyrək daşları əmələ gəlməsində silik turşularının çoxluğu, kalsiumun çoxluğu təyin edilmişdir. Son dövrdə böyrək və öd daşlarının daha cavan yaşlarda rast gəlmə səbəbi COVID dönəmində istifadə olunan həddindən artıq yüksək dozada vitamin C, vitamin D, antibiotiklər və steroid preparatları olmuşdur.